sizinlə həyatımı paylaşıram. Bugün bir mini vlog paylaşacağım sizinlə. Ofis günümdür, ofisə gedirik bu gün mənimlə birlikdə. Sonra da günün axırında nə olar birlikdə görəcəyik. Deməli, bugün bir tələbəm üz-üzə görüş istəyib. Bəzi tələbələr olur ki, belə onlayn görüşlər istəmirlər, üz-üzə görüş istəyirlər. Mən də ona görə bugün ofisə gedirəm. Sizə ofisimi göstərməmişdim. Bugün sizə ofisimi də göstərəcəm. Ofisimizi göstərəcəm. Ofisim Bakıda olduğu üçün yolumuz uzaqdır. Ona görə də son zaman orada oxuduğum bu kitabı götürmüşəm özümlə. Bununla bağlı da bir dənə video çəkmək istəyirəm. Həm Instagram üçün, həm YouTube üçün. Ona görə də məncə Instagramda da izləmədə olun. Bunu götürmüşəm ki, yolda oxuyum. Mən nəhayət başlayam deməli, mənim ofisim Elmlər Akademiyasının yaxınlığında yerləşir və hər bu tərəfə gələndə elmlərdən düşəndə tələbələri görmək, üniversite görmək, X üniversitesini görmək falan azıq duyğusallaşıyor olabilirim. Fərqi yoxdur, onsuz da çox zaman eyni qalır. Ofisə gəlmişəm, mən tutublar Instagramım üçün video çəkməyə. Backstage'de. Sen benim geceleri uyuduğumu sanıyorsun Memal. Ofisdən çıxdım, metrodayam, çəkilişimiz elədik. 2-3 dənə çəkiliş elədik ofisdə. İndi də çıxdım, gedirəm evə doğru. Hər kəsə salam. Bu gün də mənimlə gedirik xaricdə təhsil sərgisinə. Hilton oteldə bu gün xaricdə təhsil sərgisi olacaq. Ora gedirik, biz də şirkət olaraq orada stendimiz olacaq. Mən də orada olacağam. Artıq Bakıdayım, sahil metrosundan çıxdım. Şimdi gedirəm Hilton otelə. Saat 12'də başlayacaq əslində sərgi. Amma biz əməkdaşlar olaraq saat 11'də orada olmalıyıq. Hal-hazırda 20 dəqiqə, yarım saat falan belə var. Bizim şəhərin gəlməyinə biraz var. Ona görə dedim bir-iki dənə video çəkim. Həm Instagram üçün vlog çəkirəm, həm YouTube üçün çəkirəm. Ona görə də biraz çox çəkirəm. Burada da sanki var. Io desde aquí no creo, hasta en su parte de eso. İndi çıxıram müsahibə götürməyə tələbələrdən. Ölüyorum arkadaşlar, boğazım ağrıyır.
Ne olar bize müsahibə verin. Hiç kim bize müsahibə vermək istəmir. Utanırlar. Biz hələ də buradayıq. Çəkilişimizə gedir. Müsahibə almaqdan yoruldum. Heç kim müsahibə vermir zaten. Hamısı utanıram deyir. Mini break, yemək fasilesi. Ölürəm hatırdan arkadaşlar, ölürəm. O kadar işten sonra geldik kafe break'e, çay içip atıştırmalıklar eləyib yemeğe gidəcəyik işe devam. Ve gün sonu bitirdik ve gedirik. Videoya başladığım yerde bitirirəm, daha doğrusu günə başladığım yerde bitirirəm videonu. Bu video iki hissədən ibarətdir. Birincisi ofis günümdür, ikincisi isə xarici təhsil sərgisi olan günümdür. İki işimə aid olan günləri sizlə paylaşmaq istədim. Belə videoları bəyənirsinizsə like, komment atmağı unutmayın. Növbəti videoda görüşənədək. Bye bye.